Hər kəsə salam. Mən Nazlı. Sizinlə yeni bir vloqa başlayıram. Bu sizinlə paylaşdığım ilk video olacaq. Amma səhifəmə göz atsanız, qısa orada shortslar var. İlk vloqumu, ilk səsləndirməmi sizin üçün edirəm. Burada gördüyünüz kimi geyimlərimi səliqəyə salıram. Şkafımı başdan sona kimi töküb yığıb, həmçinin də geyimləri ayırmaq qərarına gəldim. Çünki geyinmədiyim, əynimə böyük olan, balaca olan və heç geyinmədiyim bəzi geyimlər var idi ki, onları da heç geyinməyəcəkdim. Və şkafımı boşaltıb, onları bəzilərini satılmalılar, kiməsə verilməlilər kimi ayırmaq qərarına gəldim. İlk öncə asılqanı boşaldıb, silib təmizləyib, daha sonra isə yenidən düzənləyib yerinə yığıram. Geyinmədiklərimi isə ayırıb kənara qoyuram. Bunları səliqəyə saldıqdan sonra satılmaların şəklini çəkib Rusiyanın Avito saytına qoyacağam, orada satacağam. Verəcəklərimi isə kiməsə, onları da həmçinin qatlayıb ayrıca paketlərə yığıram. Düzdür, yenə də şkafım çox boşalmadı, amma əlbəttə ki, yer qaldı. Düzdür, bu il Azərbaycana getmək qərarımız var idi. Hələ də gedib getməyəcəyimizi dəqiq bilmirəm. Əgər Azərbaycana getməli olsam, təbii ki, buradakı ayırdığım geyimləri ora aparacağam. Getməli olmasam isə artıq burada bir yer tapıb, paylaşıb saytda, besplatni yazdıqda kimsə zəng eləyir, istəyirsə, ehtiyacı varsa gəlib götürür, aparır. Uşaqların geyimləri var idi ki, onlara o şəkildə ehtiyacı olan bir ailə gəlib bizdən götürüb aparmışdı. Uşaqların da geyimini həmçinin bu günləri həll edəcəm. İlk öncə öz geyimlərimi bu şəkildə çəkərək sizinlə də paylaşmaq istədim. Ümid edirəm ki, sizə maraqlı olar. Sizdən bir xahişim var. Kanalıma abunə olub, videonu bəyənib, şərh bildirməyi unutmayın. Necə videolar gözləyirsinizsə, onları da mütləq şərh bölməsində yazın. Bu ilk videomda, ola bilər ki, təcrübəsiz olduğum üçün sizə çox da maraqlı gəlməyə bilər, hardasa səhv etmiş olaram. Amma mütləq bunu şərh bölməsində yazıb bildirin ki, gələcək videolarda artıq bu səhvlərə yol verməyim. Həmçinin də məni də yönləndirmiş olun, necə məzmunlu kontentləri sevirsiniz, necə vloqları, videoları sevirsinizsə, o formatda sizin üçün hazırlayım. Burada gördüyünüz geyimlərin çoxu həmçinin də bəziləri yeri boşdur. Çünki bəziləri yumalı, bəziləri isə ütülənməli idi. Onları ora qoymadım. Vlogu bitirdikdən sonra isə ütülənməli paltarları ütülədim. Yerinə yığdım, yuyulmalıları isə maşına atıb yuduqdan sonra sərdim. Və ona görə deyirəm ki, yer boşalmadı. Çünki boş yerlər də artıq yuyulub quruyan paltarlarla doldu. Düzdür, bununla belə yenə də geyim gördükdə almaq istəyirəm. Çox güman ki, bu bütün qadınların problemidir. Gözəl bir geyim gördüyümüz zaman, yəni heç bir geyimimiz yoxmuş kimi mütləq ki, o geyimə nəzər salırıq, alırıq, istəyirik. Hətta bəzi geyimlər var ki, eyni formada, amma rəngləri ayrı olduğu üçün mən yenə də onlardan almışam. Burada isə qırış olmayan materiallı maykalar və futbolkalar var. Bunları da qatlayıb yerinə yığıram. Və gördüyünüz kimi bu hissə artıq səliqəli bir şəkildə yerinə yığıldı. Yekə sumkada isə qış geyimləri var, uşaqların kurtkaları. Çünki artıq şkafa yerləşmədiyi üçün o cür bir orqanayzer alıb içinə yığmışam. Bu hissə isə ev geyimləri və kurtkalardan ibarətdir. Bunları da həmçinin səliqəli şəkildə yığıram və burada da geyinmədiyim geyimlər var idi ki, onları da ayırıram. Çünki həm mən arıqlamışam, hamiləlik kilolarımı vermişəm. Düzdür, hələ də tam olaraq istədiyim çəkiyə düşməmişəm. Amma yenə də onları da ayırıb yığdıqdan sonra burada ayırdığım, geyinməyəcəyim, satılmalı və yaxud da Azərbaycana aparmalı olduğum, kiməsə verəcəyim geyimlər var ki, onları da bu şəkildə ayırıram, qatlayıb paketlərə yığıram. Daha sonra isə uşaqların şkaflarını da yığışdırmaq qərarına gəldim, çünki artıq dağılmışdı. Mənim isə ən sevmədiyim şey dağınıq şkaflar, səliqəsiz görüntüdür. Mütləq ki, hər həftə və yaxud dağıldığı həftənin 2 günü fərqi yoxdur. Haçansa mütləq şkafları yerləşdirib yığıb səliqəli halı salmalıyam. Həmçinin uşaqların da geyimlərinin içində artıq onlara balaca olan geyimlər var idi. Onları da ayırdım. Daha sonra isə belə orqanayzerlərim var idi. Mənim paltarlarımdan çıxan artıqları isə qızımın geyimlərində istifadə etdim. Qızımın da belə yay geyimlərin bu orqanayzerin içinə yığdım. Çünki geyimlər çoxdur, gözə yerləşmir. Şkafın isə 2 gözü qızımın, 2 gözü balaca oğlumundur. O bir şkaf isə böyük oğluma aiddir. Təbii ki, orada da onların hər birinin paltarları var. Çünki o bir şkafın forması biraz ayrıdır. Orada birinci gözə şapkaları yığmışam. Ən axırıncı gözü isə pampresləri. Yenə də orada da 2 göz o böyük oğluma çatır. 2 göz isə o pişik gedir.
Geyimlər çoxdur, çünki ilk oğlumda biz təcrübəsiz idik. Nə görsək alırdıq, lazımlı, lazımsız. Ona görə artıq 3 uşağı da demək olar ki, bəs eləyib geyimlərin hamısı. Əlbəttə ki, hər kəsənin öz geyimləri var, yeni geyimlər alınır, amma birinci oğlumun geyimlərini tulluyası deyiləcəyimə görə onları da həmçinin həm qıza, həm də oğlana geyindirirəm. Rənglər universal və göy rəngdə alınıb, fərqi yoxdur, həm qıza, həm oğlana gedir. Ona görə mən böyük oğlumdan çıxan paltarları hamısına bir-bir geyindirmişəm, geyindirirəm də. Düzdür, başqasının paltarını geyindirməmişəm, çünki atasının da mənim də belə bir şeyə ehtiyacımız olmadığına görə hərəsinə öz paltarı alınır, amma böyük oğlumun paltarlarını balacalara geyindirmişəm. Yəni sonuçda məncə hamımız belə böyümüşük bacı qardaşımızın paltarını geyinərək. Burada isə artıq mən yeni şkaf almışdım. Kosmetika şkafımı dəyişmişdim. Ona görə oraya yerləşməyən artıq və istifadə etməyəcəyim məhsulların hamısını belə bir karpkaya ayırmaq qərarına gəldim. Bura sadəcə olaraq töküb-töküşdürmüşüm ki, gələcəkdə vaxtım olanda ayıraram. Burada isə həm mənim özümün əşyaları, həm də istifadə etmədiyim, yeni, satılmalı və kiməsə verilməli olaraq ayırdığım məhsullar var. Bəzi məhsullar özümündür, biraz istifadə etmişəm, mənə düşməyib və onları da ayırıram. Azərbaycana getməli olsam, Azərbaycana aparacağım, yoxsa isə burada kiməsə verəcəm. Və bəzi məhsullar isə yenidir, onları da sırf satmaq üçün almışdım. Çünki burada Wildberriesdə çox gözəl endirimlər var idi. O zaman almışdım və artıq evdə yer olmadığı üçün belə bir karpkaya yerləşdirmə qərarına gəldim. Bu şəkildə daha səliqəli və hansı harda olduğunu biləcəyim bir şəkildə yığdım. Böyük karpkanın içindəkilər isə mənim öz əşyalarım, amma evdə yer olmadığı üçün karpkaya qoyub balkondakı şkafa yerləşdirdim. Lazım olduqca oradan gedib alıram. Amma orqanizerlər artıq ehtiyac duymadığıma görə onları Azərbaycana getsəm, oradakı evə, oradakı otağa aparıb yerləşdirmək qərarına gəlmişəm. Çünki burada həm yer yoxdur, həm artıq ehtiyacım yoxdur. Tullamağa da hayfım gəlir. Ona görə, çünki yenidirlər. Ona görə fikrə gəldim ki, aparıb Azərbaycanda qoyum, yerləşdirim, oradakı otaqda qalsın. Yəni həm burada, həm orada olsun. Sizdən yenə bir kiçik xahişim, videonu mütləq bəyənməyi unutmayın, şərh yazmağı unutmayın. Çünki məni yönləndirmiş olacaqsınız, motivasiyamı yüksək tutmaq istəyirəm. Çünki vloqların ardını gətirmək istəyirəm. Bu da sizin sayənizdə olacaq. Əgər baxışlar olsa, artsa və siz bəyənsəniz, mütləq yeni bir video olan sizin qarşınıza gələcəm yenidən. Sizə maraqlı oldu mu belə bir vloqun izlənməsi, belə bir kontent bilmirəm. Amma mən belə videoları izləməyi çox sevirəm. Sağ olun, gələn vloqlarda görüşək.